Azərbaycan Respublikası Prezidentinin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında 14 iyun 2023-cü il tarixli fərmanının icrası davam etdirilir. Fərmanın icrasına başlandığı dövrdən noyabrın 1-nədək 20 minə yaxın müraciət daxil olub. Bunu Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Ümid Həsənov bildirib. İstismara qəbul olunmuş təxminən 5158 obyektin 4145-nə dövlət reyestrindən çıxarış verilib. Qeyd edim ki, sözü gedən fərman tikinti quraşdırma işləri 2023-cü ilin iyunun 1-nədək başa çatmış, şəhərsalma və tikinti qanunvericiliyinin ayrı-ayrı tələblərinə tam riayət olunmadan inşa olunmuş qeyri-yaşayış təyinatlı obyektləri əhatə edir. Bu cür obyektlər üzrə sənədlərin qəbulu prosesi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırda davam edir. Bu müddət 1 yanvar 2026-cı il tarixinə başa çatır.